Beynəlxalq İşıqfor Günü. Əvvəllər iri şəhərlərin küçələrində avtomobildən çox at qoşulmuş arabalar görmək olardı. Arabaların çoxluğu şəhərin küçələrində tıxac yaradırdı. İnsanlar uzun müddət səkidə dayanıb at qoşulmuş arabaların keçməsini gözləyirdilər. Yol hərəkəti qaydalarını tənzimləmək üçün işıqfor yox idi. İlk dəfə 1914-cü il avqust ayının 5-də Amerikanın Cleveland şəhərində işıqfor quraşdırıldı. İxtiranın sahibi isə Amerikalı ixtiraçı James Hogg idi. İlk işıqforun 2 qırmızı və yaşıl rəngli işıqları var idi. İşıqfor yeni olduğu üçün insanlar hələ buna öyrəşməmişdilər. Ona görə də sürücülərin diqqətini cəlb etmək üçün rəngini dəyişəndə həm də səs çıxarırdı. Sarı rəngi isə polislərin fiti əvəz edirdi. Məhz həmin tarix işıqforun ad günü sayılır. Hər il avqust ayının 5-i dünyada Beynəlxalq İşıqfor Günü kimi qeyd edilir. İlk üç rəngli işıqforun tarixçəsi. Əvvəllər insanlar əllə idarə edilən və iki rəngli işıqfordan istifadə edirdilər. Sarı rəngi isə polislərin fitləri əvəz edirdi. Bu isə sürücülərin diqqətinin yayınmasına səbəb olurdu. Bəs bugün istifadə etdiyimiz üç rəngli işıqfor nə zaman yaranmışdı? 1923-cü ildə Amerikalı mühəndis Garrett Morgan bugünkü mükəmməl işıqforu ixtira etdi. Bu işıqforda yaşıl rəng yuxarıda, qırmızı isə aşağıda idi. Sonralar yerləri dəyişdirildi. Bəs niyə üç rəngdən istifadə edildi? Qırmızı rəng təhlükəni bildirən rəng hesab edilir. Təsadüfi deyil ki, yanğın söndürən maşınlar da qırmızı rəngdədir. Bu rəng gecə vaxtı yağışda, dumanda da yaxşı görünür. Maşınlara hərəkəti qadağan edir. Sanki dayan, yol bağlıdır, deyir. Yaşıl rəngi isə tamamilə qırmızıdan seçilir və onları qarışdırmaq mümkün deyil. Ona görə də hərəkəti qadağan etmir və yol açıqdır, cəsarətlə irəli, deyir. Bu iki rəngin ortasında olan sarı rəng isə sürücüləri və piyadaları diqqətli olmağa çağırır və diqqət tezliklə hərəkətə ya icazə veriləcək, ya da qadağa qoyulacaq, deyir.